Salam. Bugün biz insan ürəyinin quruluşunu öyrənəcəyik. Ürəyimiz bədənimizin ən vacib orqanıdır. Gəlin görək ürəyimiz necə qurulmuşdur. İnsan ürəyi sağ və sol hissələrdən ibarətdir. Ürək 4 kameralıdır. Sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq və sol mədəcik. Mədəciklərin əzələləri qulaqcıqların əzələlərindən daha qalındır. Sol mədəciyin əzələsi isə sağ mədəciyin əzələsindən daha qalındır. Buna səbəb sol mədəciyin iş prinsipi ilə əlaqəlidir. Ürəyin sağ hissəsində venoz qan, sol hissəsində isə arterial qan olur. Venoz qan karbon qazı ilə zəngin çirkli qandır. Arterial qan isə oksigen qazı ilə zəngin təmiz qandır. Ürəyin sağ hissəsi ilə sol hissəsi arasında arakəsmə vardır və bu arakəsmə nəticəsində sağ hissədə olan qanla sol hissədə olan qan bir-birinə qarışmır. Ürəyin sağ qulaqcığına tökülən qan sağ mədəciyinə tökülür. Sağ qulaqcıqla sağ mədəcik arasında taylı qapaq yerləşmişdir. Eləcə də sol qulaqcıqla sol mədəcik arasında da taylı qapaqlar vardır. Mədəciklərdən arteriya damarları başlanğıc götürür və bu arteriya damarları ilə mədəcik arasında isə aypara qapaqlar yerləşmişdir. Ürəyə daxil olan damar vena damarı, ürəkdən xaric olan damar isə arteriya damarı adlanır. Ürəyin sağ mədəciyindən bir ədəd ağciyər kötüyü başlanğıc götürür. Ağciyər kötüyü sağ və sol tərəflərə, ağciyərlərə ağciyər arteriyalar vasitəsilə şaxələr verir. Ürəyin sağ mədəciyindən çıxan ağciyər kötüyündə qan venoz qandır və bu venoz qan ağciyərlərə daxil olur. Burada qazların mübadiləsi gedir, arterial qana çevrilir. Arterial qana çevrilən qan ağciyər venaları vasitəsilə ürəyin sol qulaqcığına tökülür və bu venalarda arterial qan olur. Bu dövran isə kiçik qan dövranı adlanır. Kiçik qan dövranı sağ mədəcikdə başlayır, sol qulaqcıqda bitir. Və burada olan damarlar ağciyər kötüyü 1 ədəd, ürəyin sol qulaqcığına birləşən ağciyər venaları isə 4 ədəddir. Bundan başqa ürəyin sol mədəciyindən aorta qövsü başlanğıc götürür. Aorta qövsü ürəyin başa, yuxarı ətraflara, aşağı ətraflara bir neçə şaxələr verir və bu şaxələrdə arterial qan, yəni təmiz qanla bədənin bütün orqanlarını təchiz edir. Burada isə kapilyarlarda yenidən qazların mübadiləsi gedir və arterial qan venoz qana çevrilir. Venoz qan isə başdan və yuxarı ətraflardan gələn venoz qan yuxarı boş venaya, aşağı ətraflardan gələn venoz qan isə aşağı boş venaya tökülür. Yuxarı boş vena və aşağı boş vena ürəyin sağ qulaqcığına tökülür. Beləliklə, sol mədəcikdə başlayan və ürəyin sağ qulaqcığında bitən qan dövranı isə böyük qan dövranı adlanır. Ümumi bir nəticəyə gəlsək, kiçik qan dövranında venoz qan təmizlənir və ürəyin sol qulaqcığına yenidən təmiz qan tökülür və bu qan yenidən sol mədəciyə, oradan isə aorta vasitəsilə bütün orqanlara verilir və yenidən ürəyin sağ qulaqcığına qan qayıdır. Ümumilikdə ürəyə birləşən damarlara baxaq. İlk əvvəl vena damarlara baxaq. Deməli, ağciyər venaları 4 ədəd, aşağı boş vena, yuxarı boş vena isə 2 ədəd. Deməli, ürəyə daxil olan damarlar, yəni vena damarları 6 ədəddir. Ürəkdən çıxan damarlar isə arteriyalar 2 ədəddir. Ağciyər kötüyü və aorta və ağciyər kötüyündə qan venoz qan, aortada olan qan isə arterial qandır.